Gəlin əbob əçobu öyrənək. Əbob əçob haqqında bəzi məlumatlar öyrənək. 2 ədədin əbobun tapılması. Gəlin xatırlayaq. Əbob, məsələn, 40 və 36-nın əbobu. Gəlin tapaq. Necə olacaq? Hər ikisini sadəliklə ayırırıq. Ən kiçik 2-yə bölünür 20. Ən kiçik 2-yə bölünür sadə ədəddən söhbət gedir. 10. Ən kiçik 2-yə bölünür sadə ədəd kimi. 5. 5-ə 1. 36. Ən kiçik 2-yə bölünür. 18. 2-yə 9. 3-ə 3. 3-ə 1. Əbob necədir? Hər ikisində olan vuruqlardır. 2, 2, 2, 2. Baxın, hər ikisində 2, 2. Bir dəfə götürüb yazırıq. Baxın. Deməli, burada da 2 dənə 2 var, burada da 2 dənə 2 var. Bir dəfə götürüb yazırıq. 2 vur 2. Cavab 4. Deməli, 40 ilə 36-nın əbobu nə oldu? 4 oldu. İndi 3 ədədin əbobunu tapmağı öyrənəyin. Necə olur? Məsələn, neçənin əbobunu tapaq? Məsələn, əbob tapağım. Deməli, 48, 36, 24. Gəlin tapaq. Hər birinə sadə vuruqlar ayırmalıyıq. 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. 36, 2-yə 20, 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Hər üçündə də mütləq olmalıdır. Yəni, məsələn, ikisində olsun, birində olmasın, elə bir söhbət ola bilməz. Hər üçündə olan. Baxın. Yenə 3-lər var. Bəli. Bu qədər. Demək, necə olacaq? 2 vur 2 vur 3. Eşidirəm, yaxşı. 2 vur 2 vur 3. Neçə eləyəcək? 12. Bəli. Demək, hər üçündə olanı tapdıq. 2 vur 2 vur 2. Hər 2 vur 2 vur 3. O da elədi 12. İndi gəlin əçobu tapmağı öyrənəyin. Əçob necə olacaq? 2 ədədin əçobunu gəlin öyrənəyin. Məsələn, nə ilə nə əçob olsun? Olsun 40 ilə 50-nin əçobu. 40 ilə 50-nin əçobu. Necə eləməliyik? Sadə vuruqlara ayırmalıyıq 40-ı. 2-yə 20, 2-yə 10, 2-yə 5, 5-ə 1. 50-ni ayırağın sadə vuruqlara 2-yə 25, 5-ə 5, 5, 1. Deməli, necə edirik? Böyünün hamısını götürürük. Yəni 50. Baxın, 50 vurulsun. Nə etməliyik sonra? Hər ikisində olanları seçməliyik. Eyni olanları. 5-lər var. Aha. Demək, nə oldu? 50 vurulsun. Deməli, böyünü deməli, hər ikisində eyni olanları seçdikmi? Böyüyü seçirik. 50 vurulsun. İndi baxırıq, deməli, kiçikdə dairə eləmədiklərimizi yazırıq. Görürsünüzmü? 2 dənə dairə eləmədiyimi yazdım. 2 vur 2. Görürsünüzmü dairə eləmədiklərim? Demək, nə oldu? 50 vurulsun. Nə olacaq? Yəni 4. O da olacaq nə? 200. Demək, 40 ilə 50-nin əçobu oldu 200. İndi gəlin 3 ədədin əçobunu tapmağı öyrənəyin. Məsələn, əçob nəyi öyrənəyin? Əçob, məsələn, əçob, deməli, əçob nə olsun? Əçob olsun 18, 24,
42. Gəlin tapaq. 18 sadə vurğular ayıraq. 2, 9, 3, 3, 3, 1. 24 ayıraq. 2, 12, 2, 6, 2, 3, 3, 1. 42-ni ayıraq. 2-yə 21, 3-ə 7, 7, 1. Demək necə olacaq? Deməli, əkov necə olur? Aha, uşaqlar, necə edirik? Əvvəlcə, baxın, 3 ədəd var. Böyük, ortancıl, kiçik. Elə bil ki, biz böyündən ortancılın əkovunu tapacağıq əvvəlcə. Necə tapırıq böyündən ortancılın əkovunu? Deməli, baxırıq, böyüyün hamısını yazırıq. Burada uşaqlar, böyüdə bütöv şəkildə yazırdıq 50 vur 50 kimi, amma burada isə böyüyünü 2 vur 3 vur 7 kimi yazacağıq açıq şəkildə. 2 vur 3 vur 7 kimi ki, açıq şəkildə görək. Deməli, bu neçələrdir? 42 vurulsun. Deməli, hər ikisində olanlar nədir? Yəni dairələyək. Deməli, 2 dənə bu 2 ədədin əkovunu tapırıq elə bilin ki, 42 vurulsun, neçə olacaq? Dairələmədiklərimiz. Deməli, nə olacaq? 42 vurulsun 2 vur 2. Gördünüzmü? Açıq şəkildə yazırıq ki, rahatlıqla eləyə bilək. Deməli, nə oldu? Yazdıq mı? 2 ədədin əkovunu tapdıqmı? Deməli, 42 vurulsun 4 oldu. İndi bu aldığımız cavabla bunları artıq görmürük. Aldığımız cavabla, baxın, biz kiçiyin əkovunu tapacağıq. Baxırıq, hər ikisində nələr var? 2-lər, 3-lər də var. Bir dənə 3 yoxdur. Baxın, həmin o 3-ü də gətirib yazırıq bura. Nə olacaq? Demək, bura qədər 42 oldu. 42 vurulsun, 2 vur 2, 4, 4 vurulsun 3, nə olacaq? 42 vurulsun 12. 42-ni 12-yə vuranda cavab nə alınacaq? Deməli, 42 vurulsun 12, 4, 8, 2, 4, 504. Cavab 504. İndi dərsimizi davam eləyək, gəlin. Deməli, gəlin indi nəyi öyrənəyik? Gəlin indi biz deməli, ədədin natural bölənlərinin sayını öyrənəyik. Məsələn, bizə belə bir şey soruşdular bizdən. Məsələn, soruşdular ki, məsələn, 60 ədədinin neçə natural böləni var? 60 ədədinin neçə natural böləni var? Bunu iki cür eləyə bilərik. Bir düsturla, bir də şifahi şəkildə. Necə eləyə bilərik? Şifahi şəkildə necə? 60-ın neçə natural böləni var? Gəlin tapalım. 60-a bölünən ədədlər hansılardır? 1-dir. Və 60-ın bölündüyü ədədlər hansılardır? 1, 2, 3, 4, sonra 5-ə bölünür, 6-ya bölünür, sonra bölünür 10-a bölünür, sonra 12-yə bölünür, sonra 15-ə bölünürmü? 15-ə bölünür, 15-ə bölünür, sonra 20-yə bölünür, sonra 30-a bölünür, sonra deməli neçəyə bölünür? Deməli, bir də bölünür 60-a. Bəli. Biz demək istəyən tapdıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12, 12 dənə. İndi gəlin bunu düsturla həll edək. Necə eləməli uşaqlar? 60-ı sadə vurğulara ayırmalıyıq. Ayıraq. 2-yə 30. 2-yə, baxın, ikinci üsul. Biz imtahanda, baxın, ikinci üsuldan istifadə edəcəyik daha çox. Çünki bəzən bu formada yazanda, məsələn, 120 yazsalar, 120-ni götürüb bir-bir tapsaq, bəzən unutduğumuz ədədlər ola bilər. Amma biz bunu düsturla eləsək, çox rahatlıqla işləyə bilərik. 60-ı 2-yə 30, 30-u 2-yə 15, 15-i 3-ə 5, 5, 5, 1. Demək, 60-ın sadə vurğular şəkli necədir? 2 vur, 2 vur, 3 vur, 5. Və necə oldu? 2 üstü, 2-dən 2 var deyə 2 üstü 2 vurulsun, 3 vurulsun, 5. Aha. Bəs düstur necədir, uşaqlar? Deməli, düsturumuz necədir? Aha, gəlin yazalım. Baxın uşaqlar, əgər ədədimiz A bərabər A 60-dır. Bərabər A üstü N, B üstü M, C üstü K olarsa, deməli, nə edəcəyik? Baxın, burada, baxın A 2-dir. N
2-dir. Görürsünüzmü? M B 3'dür. M 1'dir. Üstündə 1 var, görünmür. 1'dir. C 5'dir. K da 1'dir, görünmür. Gördünüzmü? İndi biz bu düstur, deməli düsturumuz necədir? Sayı düsturu, deməli. Ha, natural bölünənlərin sayı düsturu. Düstur belədir. K bərabərdir n üstəgəl 1, m üstəgəl 1, k üstəgəlinsin 1. Baxın, düstur budur. Demək, nə etməlisiniz? Görürsünüz, üstlərinin üstünə 1 gəlməlisiniz, vurmalısınız. Deməli, bizdə necədir? Baxın, düsturumuz budur. Gördünüzmü? Baxın, kimsə sizə desə ki, A-nın neçə natural böləni var? A-nın neçə natural böləni var desələr kimsə. Baxın, A-nın neçə natural böləni var desələr, siz baxın bu düsturdan istifadə edəcəksiniz. Yəni K-nı tapacaqsınız. Başqa hərflə də işarə edə bilərik. Məsələn, K, nə bilim, N falan ifadə edə bilərik böyük N-lə. K-nı tapacaqsınız. Gəlin tapaq. Gəlin görək 60-ın neçə natural böləni var. İndi gəlin yazaq. Demək, necə olacaq? Deməli, n-imizi, m-imizi, k-mızı tapmalıyıq. Üstünə 1 gəlmək hər birinə. Deməli, n-imiz burada 2-dir. Görsünüz, n a-nın üstündəkidir. 2-nin üstündəkidir. 2-nin üstünə, demək, k-yı tapaq. 2-nin üstünə 1 gələcək. Sonra 3-ün üstü 1 var, görünmür. 3-ün üstü 1 var, 5-in də üstündə 1 var. 1-in üstünə 1 gələcək. Baxın, m-imiz 1-dir, üstünə 1 gəlməli. K-dır, bu k hərfidir. Q hərfi. K-mız da 1-dir, 1 üstə gəlsin 1. Cavab nə olacaq? 3 vur 2 vur, hamısının arasında vurma var, baxın. Vur 2. 3-ü 2-yə vuranda 6, 6-nı da 2-yə vuranda 12. Baxın, 12. Üstünlə də tapdım 12. Şifaya tapışdım 12. Bu qədər. İndi gəlin, indi nəyə görə? Tam bölənlərinin sayını tapalım. Uşaqlar, tam bölənlərin sayı A-nın tam bölənlərinin sayı necə tapılır? A-nın tam bölənlərinin sayı natural bölənlərinin sayı vurulsun 2-dir. Deməli, m-lə işarə olunur. Başqa hərflə işarə edirik m-lə. Qayda kitabındakını açıb baxsaz dəyər kitabına görəcəksiniz ki, m-lə işarə ediblər. Düstur necədir? 2 vurulsun n üstə gəlsin 1, m üstə gəlsin 1, k üstə gəlsin 1. Yəni, natural bölənləri vurulsun 2 deməkdir. Yəni, nədir? M bərabərdir 2 vurulsun natural bölənləri. Deməli, məsələn, 60-ın indi tam bölənlərin sayını desələr, baxın, şifahi şəkildə tapsam. Baxın, gəlin işləyək. Deməli, gəlin şifahi şəkildə tapalım. 60-ın indi, məsələn, mən şifahi şəkildə tam bölənlərin sayını tapmaq istəyirəm. 60-ın neçə, məsələn, tam böləni var. Yəni, bunu sizə şifahi şəkildə izah edeyim necədir. 60-ın tam bölənləri. Baxın, natural bölənləri yazmışdım. Nə yazmışdım? 1 yazmışdım. 1-in əksi -1. Gördünüzmü? Sonra 2 -2. 3 -3. 5 -5. 6 -6. 10 -10. 12 -12. Görürsünüzmü? 15 -15. 20 -20. 30 -30. Baxın, burada yazmışam. 60. Yuxarıdakı. -60. Natural bölənlərin sayı 12 dənədir. 2 qatı oldu da. Demək, nə oldu? 12 vurulsun 2. Gördünüzmü? Saysız, gəlin sayalım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22. 22. Neysə, itirmişəm elə bir. 6, deməli, 5, 1, 2, 3, 4. Baxın, 4 yazmamışam. 4 -4.
Demək 24 dənə. O 22-sini saymışdım 24 dənə. Gördünüzmü? 24 dənə. Düstursuz 24 dənə tapdım. Düsturla nə deməkdir? Natural bölünənlərin sayı nə oldu? 12. 12-ni vurduq 2-yə də. Yəni natural bölünənlərin sayı tapmışdım. Biz tapmışdım. O formada tapacaqsınız düsturla. Vuracaqsınız 2-yə. Başa düşdünüzmü? Natural bölənlərin düsturu ilə tapacaqsınız. Nə idi? A bərabərdir A üstü n, B üstü m, C üstü k. K nəyə bərabərdir? N üstə gəl 1, M üstə gəlsin 1, K üstə gəlsin 1. O düsturunu tapacaqsınız, vuracaqsınız 2-yə. Başa düşdünüzmü? Görsünüz düstur da budur. Yəni necədir? Deməli m nəyə bərabərdir? 2 vurulsun natural böləni. 60-ın neçəsi nə idi? 60-dan söhbət gəlir. Birinci düstursuz, 2 düsturla. Demək necədir? Vurulsun natural bölən. Natural bölən. Deməli, m bərabərdir. Natural bölünən sən nə tapışdın düsturla? 12, 2 vurulsun. 12, 24. Gördünüzmü? Yəni, bu formada alınacaq, tapılacaq. İndi gəlin, bir də bizim nə düsturumuz var? A-dan kiçik A ilə qarşılığı sadə olan ədədlərin sayı düsturu var. Gəlin, o necədir baxaq. Baxaq, gəlin öyrənək onda. A-dan kiçik A ilə qarşılıqlı sadə ədəd olan ədədlərin sayı. Bizə necə verəcəklər tapşırıq olaraq? Deyəcəklər ki, 60-dan kiçik imtahana düşə bilər. 60 ilə qarşılıqlı sadə ədəd sayı. Demək, siz nə edəcəksiniz uşaqlar? 4-cü düstura ehtiyac yoxdur. Qayda kitabında, dəyər kitabında 4-cü düstura ehtiyac yoxdur. A-nın natural bölənlərinin cəmi düsturuna ehtiyac yoxdur. Necə olacaq? Gəlin baxaq. Deməli, gəlin baxaq. Demək, necə olacaq? Bəli. Deməli, biz nə etməliyik? Bəli. Necə olacaq? 60-dan, deməli, düsturumuz necədir? P ilə işarə olunur. A-dan kiçik A ilə qarşılıqlı sadə ədədlərin sayı P hərfi ilə işarə olunur. Deməli, necə olacaq? P bərabərdir olacaq. P bərabər, düstur necədir? P bərabərdir. A vurulsun. 1 çıxılsın, 1 bölünsün A. 1 çıxılsın, 1 bölünsün B. 1 çıxılsın, 1 bölünsün C. Yəni, gəlin baxaq. Məsələn, bizə verilsə 60. Gəlin 60-a baxaq. 60-dan kiçik 60 ilə qarşılıqlı sadə ədədlərin sayı. 60-dan söhbət gedək. 60 necə idi? 2, 30, 2, 15, 3, 5, 5, 1. 60 nəyə bərabərdir? 2 vur, 2 vur, 3 vur, 5. Yəni, nə oldu? 2 üstü 2 vur, 3 vur, 5. Yəni, 3 üstü 1, 5 üstü 1. İndi gəlin baxaq. A-mız nədir? Ədədin özü deməkdir. Yəni, düstur necə olacaq? P bərabər 60-dan kiçik 60 ilə qarşılıqlı sadə ədədlərin sayı necə olacaq? A ədədin özüdür. A vurulsun, 1 çıxılsın, 1 bölünsün A. A-mız nədir uşaqlar? A-mız bizə necə idi? A nəyə bərabərdir? A bərabərdir A üstü N, B üstü M, C üstü K. Demək, A-mız nəyə bərabərdir? 2-yə. Baxın, A budur. Bu A-dır. Görürsünüzmü? A budur. N üstlərdir. 3 B-dir. 5-lər C-dir. Birlər də M-K-dır. Deməli, A-mız demək nədir? 2-dir. Necə olacaq? Vurulsun. 1 çıxılsın. 1 bölünsün. B-miz nədir? 3-dür. 3. Vurulsun. 1 çıxılsın. 1 bölünsün. C-miz nədir? 5. Gördünüzmü? Bir əsaslar. Bir qüvvətlər var, bir əsaslar. 1 çıxılsın. Ədədin özü vurulsun. 1 çıxılsın. 1 bölünsün. Nə? Əsaslar. Görüşdünüzmü? Verilməz. Nə